başlayaq. Deməli, belə bir uzlaşma testini nəzərdən keçirək. Öküz söteri antigenezi gedişatının içində və diafragma dəliyindən keçir. Öküz söteri antigenezi gedişatından içində və diafragma dəliyindən keçir. Bu test uzlaşma testi ona görə ki, testlə işləyən abituriyent həm öküz söterinin iş əməllərini bilməlidir, onun hansı boşluqlarda olduğunu bilməlidir, eyni zamanda insanın həzm sistemi, qan damar sistemi və tənəffüs sisteminin və orada qan dövranının acizlığını mütləq bilməlidir. Bunları bilmədən işləmək mümkün deyil və bunu bu yüzden mən deyirəm ki, bu uzlaşma testlərinə aiddir. Öküz söteri insanın nazik başlarında yaşayır, yetkin fərdi, onun əsas sahibi insandır, Allah sahibsə deməli qaramalıdır. Deməli, bu yetkin fərdi insanın nazik başlarında yaşayır, onun bədəni başçı boyuncuq hissələri ən qoca, bunlar isə onun zaman hissələri sayılır. Nədən? Çünki nə qədər başçı boyuncuq var, öküz söteri yaşayır, buğum qopub gedilə bilər. Buğumlar bir-birlərinə fərqlənir, buğumlar bir-birindən yaşına görə fərqlənir. Boyuncuğa yaxın buğumlar ən cavan, qoca buğumdan uzaqlaşdıqca deməli, ən cavan buğumlar olur və buğumlarda, boyuncuqdan uzaqda yerləşən buğumlarda bir buğumda bir piyalə şəklində yumurtalıq və çoxlu toxumluq olur. Amma mən bir buğum dedim. Öküz söterinin bədəni desək, ondan nəzərə alsaq ki, onlarla buğum var, çoxlu yumurtalıq və çoxlu yumurtalıq, onda çoxlu deməli toxumluq olmuş olur. Buğumda yetişmiş maynəmə presindən sonra yumurta keçir kör bağırsağa, yoğun bağırsağın, oradan keçir deməli çəmbər və düz bağırsaq və bədəni tərk etmiş olur. Deməli, yumurta heç bir diafragma dəliyində olmadı, keçmədi. Çünki diafragma dəliyi qarın boşluğunu döş boşluğundan ayıran hissədir. Bəzilərinə görə hissə yox, əslində qalsa hissə yox, orqandır. Onun əsas kütləsini en uzaqlı əzələ toxuması təşkil edir və yalnız məməllərdə rast gəlinir, başqa heç bir sinifdə rast gəlinmir, məməllərin bütün növlərində deməli rast gəlinir. Beləliklə, nəzərə alsaq ki, bunun yumurtası bədəni tərk edir, qarın boşluğu, deməli çanaq boşluğundan, deməli bunun yumurtası deməli diafragma dəliyindən keçmədi. Həmin yumurta bədəni tərk edəndən sonra otun üzərinə düşür və belə bir otla, deməli qaramal qidalandıqda onun deməli bədəndən keçir yumurta olur, ağız boşluğu, döş boşluğu, qarın boşluğu və qarın boşluğu o qida borusundan keçir. Qida borusu elə bir orqandır ki, o iki deməli bədən boşluğunda olur. Bir döş boşluğu, bir də qarın boşluğu. Deməli, bir dəfə keçdi yumurta ilə və sonra yumurtadan alt qarmalı süfrə çıxır. Alt qarmalı süfrə deməli mədəni və ya da nazik bağırsağın divarını deşir. Oradan keçir, tutaq ki, mədəni deşirsə mədə venası, aşağı boş vena, diafragma dəliyindən keçir, artıq 2, sonra aşağı boş vena, sağ qulaqçıq, sağ mədəcik, ağciyər arteriyası, kapilyar, ağciyər venası, sol qulaqçıq, sol mədəcik, sol artı göğsü, qarın artası, o da keçir diafragma dəliyindən, artıq 3 var və alt qarmalı süfrə gəlib ən çox deməli burada deməli finnaya çevrilmiş olur. Finna ən uzun ömrlüdür və həmin finna qaramal kəsilməyənə qədər o deməli orada qalır və uzun ömür yaşayır. Çoxalıb arta bilir ona görə ki, onun buğumları yoxdur. Və belə bir qaramalı insan yaşayıb işləmir yerlikdə. Onun finnası insanın ağız boşluğuna düşür. Ağız boşluğu, döş boşluğu, qarın boşluğu və döş boşluğuna, qarın boşluğuna keçəndə o diafragma dəliyindən keçir və beləliklə əsas sahibinin bir dəfə diafragma dəliyindən keçir, ağrı sahibinin 3 dəfə diafragma dəliyindən keçmişdi, 3 + 1 bərabərdir nə? 4. Beləliklə, öküz söterinin antigenezi zamanı deməli diafragma dəliyindən 4 dəfə keçilir. 2 dəfə deməli 2 dəfə onun deməli alt qarmalı süfrəsi, bir dəfə yumurtası və bir dəfə də finnası əsas sahibinin deməli diafragma dəliyindən keçir. Cavab 4.